Bunu təbii ki gördük ki, insanların seçkilərə münasibəti çox bərbad bir vəziyyətdədir. Bunun mən daha öncəki çıxışlarımda da qeyd etmişdim. İnsanlar bilgisizdirlər, siyasi bilgisizlik var insanlar içərisində. Çünki insanlar Konstitusiyanın 56-cı maddəsi seçmə və seçilmə hüququ var. Yəni bir vətəndaşın və yaxud vətəndaşın bir şəxsi seçmə və həmən şəxsin də, namizəd olan şəxsin də seçilmə hüququ var və yaxud Konstitusiyanın 54-cü maddəsi. Hər bir vətəndaşın, dövlətin və cəmiyyətin siyasi həyatında iştirak etmə hüququ var. Yəni bu hüququ bizə Konstitusiya verir, qanunlar verir. Əlavə olaraq Konstitusiyanın 71-ci maddəsi. Dövlət bildirir ki, bu hüquqları bilirik ki, 4 hakimiyyətin 4 kolu var. İcra, qanunvericilik, məhkəmə, bir də media. Bu 3 qolu, qanunvericilik, icra və məhkəmə qolu bizim Konstitusiyanın bu maddələrini, yəni fikir və söz azadlığı, cəmiyyətin və dövlətin həyatında insanların iştirakı, yəni bu kimi maddələri qorumaqla məsuldur. Yəni Konstitusiya bizi əslində qorumaqla məsuldur. Mən seçicilərin namizədləri dəstəkləməməsi və yaxud mənə deputat lazım deyil, onsuz da belə gəlib, belə gedir. Bu kimi münasibətləri sadəcə insanların qanunlarını bilməməsi, bir də siyasi bilgisizliklə bağlayıram. Ona görə çox xahiş edirəm sizdən. Bacardığınız qədər cəmiyyətin siyasi həyatında iştirak etməyə çalışın. Çünki sizin müqəddəratınızı sizdən başqa kimsə həll etməməlidir. Yəni edə bilməz demirəm, edə bilir. Bu vaxta qədər ediblər zaten, amma etməməlidir.